Salam əziz dostlar, bu buraxılışda mən sizə Türkistan ölkələrinin, Asiyada yaşayan türk ölkələrinin Turan birliyinə daxil olan ölkələrin Cənubi Kipri, Yunan Kiprinin tanınmasından bəhs edəcəyəm. Çünki bu mövzu çox aktualdır. Bir qism insan, bunların sayı da kifayət qədərdir. O ölkələri qınayırlar, o ölkələri Turana xəyanətdə, Türkiyəyə xəyanətdə ittiham edirlər. Yəni, əslində söhbət nədən gedir? Yəni, bilirsiniz ki, əslində belə deyək də, beynəlxalq münasibətlərdə, siyasi münasibətlərdə, iqtisadi münasibətlərdə xəyanət anlayışı deyilən bir şey yoxdur. Yəni, hər bir dövlət, ələxüsus da indiki qarmaşıq dünyada, yəni proseslərin getdiyi, ciddi proseslərin getdiyi, yeni dünya düzəninin formalaşdığı bir vəziyyətdə hər kəs öz mövcudluğunu, dövlətçiliyinin davamlı olmasını, öz dövlətini qoruyub saxlamağı düşünür və belə də olmalıdır. Hər bir dövlət hansısa bir birliyə, qrupa daxil olsa da, sonda dövlətçilik marağı var. Yəni, ümumi qrup adına hərəkət etsələr də, qrup adına fikirlər, addımlar atsalar da, sonuzda hər bir dövlət əsasən özünü düşünür. Burada da məsələ odur. Bilirsiniz ki, Türkistan ölkələri, yəni yəni Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmənistan, bir də Tacikistan da ora. Bu 5 ölkə Avropa Birliyinin yardımı, maliyyə yardımı və texnoloji yardımı qarşılığında Cənubi Kipr, yəni orada o adada iki dövlət iki hissəyə bölünüb, biri Yunan Kipri, Cənubi Kipr, bir də Türkiyənin himayə etdiyi Şimali Kipr dövləti mövcuddur. Yunan Kiprini Avropa Birliyinə də daxil ediblər və beynəlxalq hüquqa görə o dövlət rəsmi olaraq tanınır. Şimali Kipri isə ancaq Türkiyə tanıyır və oranı himayə edir, heç bir dövlət tanımır. Və BMT-nin qətnamələri var, 541, 550 saylı nömrəli qətnamələri var. Bu qətnamələrə əsasən o Yunan Kipri tanınır, Şimali Kipri isə Türkiyə tərəfindən, Türkiyə ordusu tərəfindən işğal olunmuş kimi göstərilir. Yəni, o qətnaməyə əsasən Türkiyə orada işğalçıdır. Bu ölkələr də, bu türk ölkələri də Cənubi Kipri tanımaqla bir yolla o qətnamələrə əsasən Türkiyənin orada işğalçı olduğunu qəbul etmiş olurlar. Və Türk ordusu da orada işğalçıdır, oranı qəsb edib. Çünki 1974-cü ildə ora Kıbrıs hərəkəti əməliyyatı deyirlər. O vaxt orada Yunanlar türk etnik azlığı sıxışdırırdılar. Hətta ölüm faktları da var idi. Türkiyə məcburən ora daxil olmuşdu. Sonra Amerikanın təhdidlərinə baxmayaraq sonra ciddi şəkildə sanksiyalarla da qarşı-qarşıya qaldı. Əsasən də silah, hərbi sanksiyalar, amma Türkiyə ora girdi və girməli idi də. O dövləti ancaq Türkiyə tanıyır. Bu dövlətlər, Türkistan dövlətləri, yəni o bizim qardaş Turan birliyinə daxil olan, Turanı qurmaq istədiyimiz dövlətlər oranı tanıdılar. Tanımaya bilərdilərmi? Bilərdilər. Tanımaya bilərdilər. Nə mənada? Bilirsiniz ki, bunu əsasən Avropa Birliyi Türkistana 12 milyarda yaxın maliyyə dəstəyi göstərəcək, eyni zamanda texnoloji dəstək göstərəcək. Bu ilkin mərhələdədir, bunun davamı da gələcək. Orta Asiya ölkələri də, gəlin biraz belə dedim, məntiqlə və
soyuq başla düşünək də, dərhal biz o dövlətləri, qardaş ölkələri xəyanətdə ittiham edib yıxıb sürməməliyik. Məntiqlə analiz etməliyik ki, etməyə bilərdilərmi? Bunu niyə ediblər? Türkiyənin bu işdən xəbəri yoxdurmu? Məsləhətləşməyiblərmi? Bu adi bir məsələ deyil ki, onlar Türkiyədən məsləhət almadan ən azından Türkiyə ilə bu məsələni telefon üzərindən müəyyən siyasətçilər vasitəsilə müzakirə etmədən etsinlər. Çünki orada Cənubi Kiprdə səfirlik açmağından söhbət gedir. Bu ölkələr oranı tanıyırlar və səfirlik açacaqlar. Tanıyırlar, amma hamısı yox. Deyəsən Qırğızstan səfirliyini açmayıb hələ. Qalan amma 4 ölkə səfirliyini də artıq açmaq ərəfəsindədir. Baxın, bu ölkələr Rusiya və Çinin arasında sıxışıb qalmış ölkələrdir. Ciddi də iqtisadi problemləri var, təzyiq altındadırlar. SSR-dən ayrılmış ölkələrlə Rusiyanın təzyiqi altındadırlar. Bir yandan da Çin bunları iqtisadi olaraq, kreditlərlə bu şəkildə öz nəzarəti altına alır. Yadınızdadır, Qazaxıstanda kiçik bir çevriliş kimi olmuşdu. Tokayev hakimiyyətə gələndən sonra dərhal ora KTMT deyirlər də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ora dərhal kiçik də bir olsa kontingent yeritmişdi. Hətta erməni əsgərləri də ora getmişdi. Şəpitlə filanla bu müzakirə də olunmuşdu. Bir gün, 2 gün, bir neçə sutka qaldı, çıxdı oradan. Rusiya, KTMT çıxdı. Niyə? Bəziləri bunu mediada Ərdoğanın Putinlə danışığı və yaxud Ərdoğanın bir tələbi filanı üzərinə oldu. Xeyr, bu əslində Çinin tələbi üzərinə oldu. Çin dövləti rəhbərləri nə danışdılar, necə, hansı formada danışdılarsa dərhal Rusiya oradan öz əsgərlərini çəkdi. Əslində əsgər çəkməyə gəlməmişdi, orada fikirləri başqa idi, məqam idi, amma Çinin təzyiqi, zəngi üzərinə çəkdi. Çünki oralar da Çinin nəzarətindədir. Bu ölkələr isə, belə deyək də, mövcud olmaq istəyirlər. Mövcud olmaq üçün də sənin iqtisadi, siyasi gücün və yaxud dəstəkçilərin olmalıdır. Türkiyə böyük qardaşdır. Onlar da deyirlər, tamam, sən böyük qardaşsan. Bizim isə pula, maliyyəyə, inkişafa və təhlükəsizliyə, zəmanətə ehtiyacımız var. Verə bilirsən bunu? Türkiyənin nə bugün iqtisadi olaraq, nə də hərbi olaraq, nə qədər ki inkişaf etsə də Asiyaya əli çatmır. Orada müəyyən işlər görür, müəyyən zavod, fabriklər açır, istər mülki, istər hərbi, müəyyən dəstəklərini göstərir, amma əli çatmır. Onlar bizdən də uzaqdadırlar. Azərbaycana zar-zor əli çatır. Yəni 44 günlük müharibədə də Türkiyə dəstək oldu. Necə dəstək oldu? Gürcüstan üzərindən dəstək oldu. Hava gəldi. Yəni birbaşa əlaqəmiz yoxdur. Təsəvvür edin, Orta Asiyada bir problem olsa, Türkiyə ora necə kömək edə bilər? Biz hələ Turanı, belə deyək də, pafosla danışmayaq da, Turanın qurulması üzərinə, Turan üzrə işlər gedir. Mən də bir video çəkmişdim ki, Turanın qarşısını alacaq güc yoxdur və orada sadalamışdım, nə etmək lazımdır. Turanın qarşısını alacaq güc yoxdur deyəndə, yəni nə vaxtsa %100 əmin ola bilərsiniz ki, Turan birliyi qurulacaq. Amma bu uzun müddətli bir perspektivdə mümkündür. Necə ki, Türk ölkələri 100 illərlə, 200 illərlə mərhələdə dağıldı, parçalandı, ayrı-ayrı dövlətlər oldu və yaxud kimlərinsə tərkibinə, tabiçiliyinə keçdi də. Böyük Göktürk imperiyası deyək, Hun imperiyası deyək, Moğol imperiyası deyək, digər imperiyalarımız birdən-birə bir günün içində, bir ayın içində, 5 ilin, 10 ilin içində dağılmadı ki. Bu yüzüllərin içində dağıldı, parçalandı. Biz həmən o parçalanmış böyük bir Turan coğrafiyasını qısa müddət ərzində birləşdirib, ordu qurub, gücə çevriləsi bu mümkün deyil axı.
Amma əsas odur ki, ideya var və biz bu ideya üzərində çalışırıq. Turan birliyini qurmaq üçün də əsasən belə deyək də, hərbi güc və maliyyə gücün olmalıdır. İqtisadiyyatlar güclü olmalıdır. İqtisadiyyatın güclü olmalıdır ki, sən hərbi texnologiyaya da yatırımlar edəsən, hərbi texnologiyalar istehsal edəsən və ən vacibi sənin nüvə gücün olmalıdır. Biz bugün düzdür, dövlətlər rəhbərliklər səviyyəsində onlara qarşı mənfi fikir bildirənlər olmayıb. Hansısa jurnalistlər, siyasətçilər deyirlər, desinlər bu olsun. Bəlkə də Türkiyə ilə məsləhətləşiblər ki, bizim pula ehtiyacımız var, bunlar da bizə yatırım edirlər. Amma tələbləri var. Çünki Yunan Kipri Avropa Birliyinin üzvüdür. Avropa Birliyindən də biz maliyyə dəstəyi, texnoloji dəstək almaq üçün birlik ölkələrinin 30-a yaxın, 29-dur ya 28-dir üzv ölkələr var. Onların da hamısının yektil razılığı olmalıdır. Biri veto etsə olmur. Onu deyim ki, videonun başında da dedim ki, yəni etməyə bilərdi. Nəyi nəzərdə tuturam? İndi Türk ölkələrinin, Türkistan ölkələrinin Avropa Birliyinin maliyyəsinə, texnologiyasına müəyyən qədər ora maliyyə gəlirsə, texnologiya gəlirsə, iş biznes qurulursa, yatırımlar olursa, Avropa Birliyinin istər-istəməz ora zəmanəti olmalıdır, qorumalıdır hər hansı bir şəkildə. Hərbi gücü ilə də olmasa, belə deyək də, sanksiyalarla filanla qorumalıdır. Yatırım edir, ehtiyacı var. Amma iş orasıdır ki, Türk ölkələrinin Avropa Birliyinin maliyyəsinə ehtiyacı olduğu kimi, Avropa Birliyinin də həmən o ölkələrə ehtiyacı var. Yəni boşu-boşundan, yəni bu qarşılıqlı olub. Türkistan ölkəsi belə deyək də, Avropanı məcburən ora gətirməyib. Avropa özü ora gedib. Ukrayna müharibəsi çox şeyi dəyişib. Ukraynada müəyyən nüvə məhsulları var, nüvə silahının hazırlanması üçün və yaxud enerji daşıyıcıları özünün var. Tək neftdən, qazdan söhbət getmir və yaxud Rusiya neft qazı oradan keçirdi. Bu günləri Ukraynada müharibə davam edir. Ukraynaya da artıq hiss olunur ki, Amerika artıq oranın təbii sərvətlərinə əl qoymağa çalışır. Avropa Birliyinin də zavodların, fabrikinin işləməsi üçün, gələcəyi üçün onun da xam mala, müəyyən məhsullar var ki, minerallar deyək, enerji daşıyıcıları var ki, onlara ehtiyacı var. Onlar da Türkistandadır. Onlar o şeylər üçün Türkistana gəliblər, ehtiyacları olduğu üçün Türkistan da onları verməyə razılıq olub. Onlar da deyiblər ki, siz bunları verərsinizsə, biz də sizə maliyyə dəstəyi verərik, texnoloji dəstəyi verərik. Plus da əsasən Avropa Birliyi deyəndə biz Fransa və Almaniyanı biz nəzərdə tutmalıyıq. Siyasi, hərbi güc olaraq Fransa və iqtisadi maliyyə gücü olaraq Almaniya. Bu ölkələr ikisi əsasən də Fransa və Almaniyada Cənubi Kiprin arxasında çox ciddi şəkildə durublar. Türkiyəyə çox ciddi şəkildə təzyiqlər edirlər. Yadınızda illər öncə Türkiyə çoxlu 1 milyarda yaxın xərc çəkib bir filo yaratmışdı. Geoloji, belə deyək də, seysmik, dənizin altında neft buruqlarını kəşf edən, onları araşdıran, neft qazma gəmiləri almışdı. Böyük bir filo yaratmışdı orada, sondaj deyirlərdi. Onlar neftin aşkar olunması, kəşf olunması və orada müəyyən kəşfiyyat işlərini aparmaq üçün. Bugün o gəmilərin əksəriyyəti demək olar ki, sahilə çəkilib, imkan vermirlər. Dövlətlər danışır, təbii ki, onları nədəsə ittiham edən, onların üzərinə gələn dövlətlərə bir şəkildə cavab verirlər, amma arxada hansı təzyiqlər olunur, sadə vətəndaşlar onları bilmirlər. Türkiyəyə qarşı da çox ciddi təzyiqlər var, həmən o Asiya ölkələrinə də. Mən onu deyim ki, Asiya ölkələri Avropa Birliyinə yox desəydilər, mən belə düşünürəm ki, müəyyən müddətdən sonra, yəni Cənubi Kipri tanımamaq şərti ilə
Əgər biz onu tanımırıq, əgər bu şəkildə bizə yatırım edib, maliyyə dəstəyi göndərirsinizsə, verirsinizsə və yaxud texnologiya verib, burada nə isə birgə müəssisələr yaradıb, hər iki tərəf faydalanmağını istəyirsə, biz Cənubi Kipri tanımırıq desəydilər, hardasa mən düşünürəm ki, müəyyən müddətdən sonra Avropa Birliyi məcburiyyətdən, baxmayaraq ki, orada yekdilliklə hamının qərarı olmalı idi, bir şəkildə Cənubi Kipri razı salardılar ki, bizim bu şeylərə ehtiyacımız var. Türkistan ölkələri isə yəni səni tanımırlar. Hardasa bunu həll etmək olardı. Amma burada müddət uzanacaqdı. Avropa Birliyi də bilirsiniz bu məsələlərdə nəyi düşünürlər? Tələb, təklif və qarşı tərəfin məcburiyyət anlayışı var. Əgər psixologiyada da belədir, insanlar arasında münasibətdə də belədir. Sən bilirsən ki, qarşı tərəf nəyəsə yox deyir, amma məcburdur. Sadəcə daha çox qazanc dividend əldə etmək məsələsi var. Avropa Birliyi də bilir ki, o nə qədər Asiya ölkələrinin təbii qaynaqlarına ehtiyacı varsa, onların da maliyyəyə, Asiya ölkələrinin də maliyyəyə və texnologiyaya ehtiyacı var. Bilirlər. Ona görə də bir şərt kimi qoyublar ki, mütləq şəkildə sən Cənubi Kipri tanımalısan. Türkiyə ilə də danışılıb, çünki bu adi bir məsələ deyil. Türkiyəyə çox güman ki, deyilib ki, yəni sənin maliyyən var, texnologiyan varsa, hə, tamam. Amma bizim buna ehtiyacımız var, onda var, səndə yoxdur. Biz nə edə bilərik? Burada bilirsiniz necədir? Məcburiyyətdən olan bir şeylərdir. Yəni, Türkistan ölkələrinin Cənubi Kipri tanımağı məcburiyyətdəndir. Var olmaq üçün, mövcud olmaq üçün. Digər dövlətlərin iqtisadi, siyasi, mədəni, sosial təzyiqlərindən qurtulmaq deməyək də, çünki çətin məsələdir Rusiyanın və Çinin siyasi, mədəni, iqtisadi təsirindən qurtulsun, amma ömür qazanmaq, gün qazanmaq ki, yəni biz də güclənək. Yeri gəlmişkən biz o dövlətləri yenə də niyə qınamamalıyıq? Qoy o dövlətlər lap Avropa maliyyəsi ilə də olsa, texnologiyası ilə də olsa, qoy böyüsünlər. Böyüsünlər, iqtisadiyyatları böyüsün, pullansınlar, varlansınlar. Milli kimliklərini ki, burada unutmayacaqlar. Türklüklərini ki, unutmayacaqlar. Artıq bu Turan prosesi başlanılıb. Türkiyədə bir şəkildə nüvə silahının maliyyə olandan sonra nüvə silahına doğru gedirlər. Türkiyədə çox güman ki, nüvə silahını anlayır ki, əgər sən bir güc olmaq istəyirsənsə, Turan birliyi qurmaq istəyirsənsə və bugünkü dünya reallığında bu cür dövlətlərin, nəhəng dövlətlərin mövcudluğu kontekstində sən nüvə silahına sahib olmalısan. Nüvə silahına sahib olmaq üçün də digər türk üzvlərin də iqtisadi tərəfdən imkanlı olmalı, maliyyə imkanları olmalıdır. Bu şəkildə məncə qəbuldur. Olsun. Məcburiyyətdən olub olsun, yəni biz dərhal onları xəyanətdə qınamamalıyıq. Güclənsinlər, maliyyələri artsın, yenə də bu proses getsin. Baxın, nüvə gücünə sahib olmaq üçün də mən düşünürəm ki, Türkiyə Ukraynayla da çox çalışmalıdır. Gələcəkdə Ukrayna əgər Turan birliyinə hər hansı bir şəkildə üzv olarsa, çünki Avropa Birliyi söhbəti bağlandı Ukrayna üçün. NATO da bağlandı. Biz fürsətdir ki, bu məsələni müzakirə etməkdən, o ölkələri biz ittiham edib, həm dövlətləri, həm xalqları özümüzdən uzaqlaşdırmaqdansa, sonuzda yenə də onlar bizim qardaşlarımızdır. Səhvləri ilə, düzləri ilə. Biz Ukraynanı özümüzə çəkməliyik və unutmamalıyıq ki, Ukrayna və Qazakstan atom bilgisinə malik ölkələrdir. Yəni, nüvə silahının hazırlanması, texnologiyanın bilgisinə malikdirlər. Sovet dövründə Ukrayna və Qazakstan atom silahlarının hazırlandığı, müəyyən müəssisələrin olduğu və konstruktorların yaşadığı ölkələrdir.
Biz Ukraynanı özümüzə çəkməliyik və Qazaxıstan, Özbəkistan həmçinin uranın, o nüvə komponentlərinin, o xam malı mövcud olduğu ölkədir. Yeri gəlmişkən, bu məsələdə biz Amerika ilə, İsrail ilə də işləməliyik. Türkiyə biraz ərəbləri qoruyaraq da İsraildən çox uzaqlaşmamalıdır. Mən belə düşünürəm. Çünki əgər sən Turanı istəyirsənsə, heç də deməyək ki, bunun heç bir əlaqəsi yoxdur. İsrail ilə yaxşı dolanmalısan. Çünki bir növ Turan birliyinin sponsoru bir tərəfdən də baxanda bu gün nə qədər problemlər olsa da, geri çəkilmələr olsa da, Turan birliyinin açıq da olmasa gizli sponsoru elə Amerika Birləşmiş Ştatlarıdır. Amerika Birləşmiş Ştatları Turan birliyini dəstəkləyən bir ölkədir. İndi Trump qoyaq kənara. O da Çinə qarşı bizi dəstəkləyir. Yəni kefindən, sevdiyindən yox. Biz bir-birimizi qınamaqdansa, xəyanətdə ittiham etməkdənsə bu şeyləri qoyub bir-birimizdən uzaqlaşdıracaq fikirləri mediadan da yığışdırmalıyıq. Səhv olub. Səhvi də yenə də izah etdim. Onun da məntiqi səbəbi və əsasları var. Yəni Orta Asiya ölkələri kefindən Cənubi Kipri tanımayıblar, Kıbrısı tanımayıblar və yaxud keflərindən Avropa Birliyi ilə əməkdaşlıq etmirlər. Bu bir məcburiyyətdir. Azərbaycan onlardan fərqli davranır. Çünki biz Türkiyə ilə daha iç-içəyik də. İç-içəyik. Geri gəlmişkən gələcəkdə çox güman ki, Azərbaycan, Türkiyə və Kipr, mən əksər videolarımda demişəm, Kipr, Azərbaycan və Türkiyə birləşmək məcburiyyətində qalacaq bu konfederasiya şəklində. Yəni bunlar boş-boş şeylər deyil. Bu gedişat, istəyərəkdən, istəməyərəkdən, məcburiyyətdən bu belə olacaq. Yeri gəlmişkən biz o ölkələri niyə qınamalıyıq? Misal üçün biz Ermənistanla münaqişəmiz olanda Türkiyə düzdür, sərhədləri bağlamışdı filan, amma yenə də Türkiyənin Azərbaycanın daha yaxın olmağının da bu bir göstəricisidir. Amma digər o Türkistan ölkələrinin hamısının Ermənistanda səfirliyi var idi. Həm də bunlar hamısı bir KMT-nin də üzvüdürlər, nə bilim, Gümrük təşkilatı var Rusiyanın himayəsində. Oranın üzvüdürlər. Yəni bunlar, biz onları qınaya bilirdik ki, biz Ermənistanla münaqişə içindəyik, amma sizin orada səfirlikləriniz var. Yəni dövlətlərdə, yenə də dünyada beynəlxalq siyasi münasibətlərdə məsələlər fərqli həll olunur. Olsun. Yəni yenə də deyirəm, xəyanət kimi qəbul etməyək, xəyanət kimi görünür. Çünki açıq-aşkar BMT-nin qətnaməsinə uyğun olaraq Türkiyə orada işğalçıdır. Sən də digərini tanıyırsansa, dolayı yolla Türkiyəni işğalçı kimi tanıyırsan. Bu indi sözdədir. Müəyyən qazanc əldə etmək üçün, özünü qorumaq üçün olan bir şeylərdir. Yəni o dövlətlərin başında olan insanlar da, yəni baxırıq, yəni Tokayevdir, Cabbarovdur, Mirziyoyevdir. Bunlar həqiqətən, yəni digər əvvəlki türk liderlərindən fərqli olaraq bunlar türkçülüyə önəm verən insanlardılar və inkişaf edən ölkələrdirlər. Yəni dövlətlərini, xalqlarını sevən və türkçülüyə önəm verən insanlardılar. Yəni bunu biz bir məcburiyyət kimi qəbul edək. Bu Avropa Birliyindən gələn maliyyə də daha çox o dövlətlərə xeyir olacaq və gələcəkdə Turanın elə irəli getməsi üçün onların güclənməsi, hər nə yolla olur olsun, güclənməsi vacib idi. Çalışdım bu barədə sizə məlumat verim. Növbəti videolarda görüşənə qədər salamat qalın.